Salam, hörmətli müəllimlər, hər birinizi xoş gördük. Mən Hikmət Mürsəlov, FES Akademinin kurikulum üzrə təlimçisiyəm. Bugünkü videomuzda sizə metakognitiv bacarıqların formalaşdırılmasından danışacağam. Əsas hədəfimiz odur ki, metakognitiv bacarıqlar nədir, bunu formalaşdırmaq üçün nələrə ehtiyac var və şagirdlərimizdə bunu necə formalaşdırıb, həm də özümüz üçün necə istifadə edə bilərik. Çünki hər biriniz imtahana hazırlaşırsınız. Bu da elə bir mövzudur ki, mütləq ki, sizin öyrənmənizdə də sizə kömək etmiş olacaq. Əvvəlcə başlayaq bu sözün özündən. Metakognitiv nə deməkdir? Təbii ki, burada iki sözün birləşməsini görürük. Meta və kognitiv sözləri. Kognitiv idraki deməkdir müəllimlər. İnsanın idraki prosesləri deməkdir. Metakognitiv isə insanın öz idraki prosesləri haqqında məlumatlı olmasıdır. Məsələn, kognitiv dedikdə nə nəzərdə tuturuq? İnsanın düşüncəsində gedən bütün proseslər. Məsələn, sadədən tutmuş mürəkkəbə doğru hər şeyi nümunə göstərə bilərik. Məsələn, insanın nəyisə sadalaması, nəyinsə tərifini verməsi, insanın nəyisə anlaması, başa düşməsi, nəticə çıxarması, nəyisə təsnif edə bilməyimiz, nəyisə oxşadıb fərqləndirə bilməyimiz və yaxud nəyisə öyrənib icra etmək, tətbiq etmək, fikrimizi əsaslandırmaq, nəyisə dəyərləndirmək və yaxud özümüzdən yeni bir yanaşma, yeni bir fikir ortaya qoymaq, bunların hamısı bizim kognitiv proseslərimizdir, kognitiv bacarıqlarımızdır. Metakognitiv isə bunların daha yüksəyidir, ən böyüsü deməkdir. Bəli, çünki metakognitivdə insan artıq öz idraki proseslərini bilmiş olur. İnsan öyrənməyin yolunu bilir, özünün zəif və güclü tərəflərini bilir və bu zəif cəhətlərini necə aradan qaldıra bilərsə, bax onu planlayır. Ona görə metakognitiv bacarıqlar əslində idraki proseslərin ən üstünü hesab olunur. Məsələn, burada bir şəklimiz var, buna diqqət edə bilərsiniz. Şagird özü üçün düşünür. Nə qədər vaxtda öyrənə bilirəm? Bunu niyə öyrənirəm? Yəni məqsədim nədir? Doğru irəliləyirəmmi, yoxsa bir dəyişiklik etmək lazımdırmı? Bu işdən nə öyrəndim və yaxud öyrənə bilmədim. Gördüyünüz kimi burada şagird refleks eləyir və özünün məsələn nə qədər vaxta öyrəndiyini, özünün davranışlarını nəzarətdə saxlayır, özü üçün məqsəd müəyyən edir, davranışlarını tənzimləyir və ən sonunda da nə öyrənib öyrənmədiyini düşünərək refleks eləyir. Bax, metakognitiv bacarıq bu deməkdir. Siz bunun sayəsində özünüz haqqında ətraflı informasiya toplaya bilirsiniz. Üstəgəl davranışlarınızı dəyişib uyğunlaşdıra bilirsiniz və ən axırda da öz fəaliyyətinizi dəyərləndirirsiniz ki, mən bu işlə necə məşğul oldum? Mən qoyduğum məqsədə çatdım, yoxsa çatmadım? Bax, metakognitiv bacarıqlar bizə bunların hər birini öyrədəcək. Amma bu bacarıqlar toplusudur. Metakognitiv bacarıq dedikdə sadə bir bacarıqdan söhbət getmir. Bunu şagirdlərimizdə formalaşdırmaq üçün məcburuq ki, ayrı-ayrı bacarıqları formalaşdıraq. Bunun da əsasən 3 növü var. Özünü monitorinq bacarıqları, özünü tənzimləmə bacarıqları və özünü qiymətləndirmə bacarıqları. Gəlin bunların hər birini daha yaxından tanıyaq və o zaman şagirdlərimizdə metakognitiv bacarıqları necə formalaşdırmaq lazım olarsa, bunu daha rahat anlayacaqsınız. Məsələn, özünü monitorinq nə deməkdir? Müəllimlər, özünü monitorinq, özünü yoxlamaq deməkdir, özünü müşahidə eləmək, izləmək deməkdir. Siz özünü monitorinq bacarığı sayəsində özünüz haqqında informasiya əldə edirsiniz. Öz güclü tərəflərini, çatışmaz cəhətlərinizi ortaya qoya bilirsiniz. Daha sonrakı plan isə bunları düzəltmək olacaq. Bunları necə idarə edim? Bax, o olacaq. Hələ ki, biz özümüzü tanımağa çalışırıq. Öz hisslərimizdən agah olmağa çalışırıq. Özünü monitorinqi də şagirddə formalaşdırmaq üçün əsas komponentlər var. Gəlin bu haqda danışaq. Məsələn, şagird müşahidə bacarıqlarına sahib olmalıdır. Əgər özümüzü monitorinq eləyiriksə, buna müşahidə ilə başlaya bilərik. Şagird özünü müşahidə eləyib məlumat toplamağa çalışacaq. Məsələn, mən necə davranıram? Nə zaman necə reaksiya verirəm? Bəzi şeylərə qarşı ümumiyyətlə necə səbir nümayiş etdirirəm? Yəni müşahidə bacarığı mənim davranışlarıma verdiyim reaksiyaları ölçən bir şeydir.
Biz özümüzü müşahidə etməyə çalışırıq ki, bəli, mənim davranışlarım nədir, hərəkətlərim nədir, verdiyim reaksiyalar nədir? Bundan əlavə, agah olmaq var. Agah olmaq sanki özündən xəbərdar olmaq deməkdir. Məsələn, bayaq şagirdimiz gördünüz də şəkildə özünə sual verdi ki, mən nə qədər vaxtda öyrənə bilirəm? Bax bu özümü müşahidə etməyim və agah olmağım deməkdir. Çünki şagird agah olmaq dedikdə nəyi bilib bilmədiyinin fərqinə varır. Müşahidə etməklə agah olmaq bir-birinə çox yaxındır. Amma bilin ki, müşahidə etmək daha çox material toplamağa bənzəyir ki, öz davranışlarım haqqında müşahidə edib informasiya əldə edirəm ki, mən necəyəm, necə davranıram. Agah olmaqda isə daha çox nələri bilirəm, nələri bacarıram, nəyi bacarmıram. Bax bunun öhdəsindən gələcək ki, özü haqqında informasiya toplayacaq, özündən xəbərdar olacaq. Qaldı rəy vermək, rəy toplamaq. Bəli, insan özünü müşahidə eləsə də, özünü izləsə də, həmişə ətrafdakı insanların rəy verməsinə, onlardan rəy toplamasına ehtiyac duyur. Məsələn, mən özümü müşahidə eləyərəm, özümdən agah olmağa çalışaram, amma gözdən qaçırdığım bəzi xüsusiyyətlər ola bilər. Bunu qarşıdakı insanlardan da toplamaq üçün rəy almaq bacarığımız olmalıdır müəllimlər. Burada fərqi yoxdur. İstər şifahi şəkildə, istər yazılı şəkildə rəy ala bilərsiniz. Çünki ətrafdakı bizi tanıyan insanlar bəzən, bəzi hallarda bizi özümüzdən daha yaxşı təhlil edə bilərlər. Yəni, özünü monitorinq edə bilmək üçün bunların hər birinə ehtiyacımız var. Müşahidə, özümüzü müşahidə etməyə, nəyə necə reaksiya verdiyimizi, necə öyrəndiyimizi ortaya çıxarırıq. Daha sonra özümüzdən agah oluruq ki, biz nəyi bilirik, nəyi bilmirik, bizdə öyrənmə necə baş verir, hansı zaman kəsiliyində baş verir. Üstəgəl kənardakı insanlardan da bu haqda rəy alırıq. Və beləliklə özümüz haqqında yetəri qədər informasiya sahib olmuş oluruq. Nə qalır? İndi bu öyrəndiklərimizi artıq praktikadan keçirmək, bunları tətbiq eləmək. Məsələn, özünün monitorinqi sayəsində mən öz çatışmazlıqlarımı tapdım. İndi isə onları düzəltmək zamanıdır. İkinci əsas bacarığımız isə özünü tənzimləmə olacaq. Özünü tənzimləmədə əslində şagirdin üzərinə daha çox şey düşür. Çünki əsas məsələ burdadır. Əsas düzəlişlər, əsas gedişat burada olacaq. Burada insan həm öz inkişafına, həm öz idrakına, hərəkətlərinə, üstəgəl emosional vəziyyətinə də diqqət yetirməyə məcburdur ki, bunları düzgün yönləndirsin. Bu necə başlayır? Özümüzü tənzimləmək üçün, ümumiyyətlə bunları təcrübəyə keçirmək üçün əvvəlcə biz özümüzdə məqsəd qoymalıyıq. Özünü tənzimləmənin də əsas komponentləri bax burada olacaq ki, əvvəlcə ilk iş məqsədin müəyyən olunmasıdır. Çünki müəllimlər bir işi görmək üçün mütləq insan qarşısına məqsəd qoymalıdır. Məqsədimiz yoxdursa, biz ona uyğun özümüzü dəyişə bilmirik. Amma məqsəd varsa, biz onun uğrunda çalışırıq və ona uyğun öz davranışlarımızı tənzimləməyə çalışırıq. Özünü tənzimləmədə ilk iş məqsədin qoyulması olacaq və məqsədi qoymaq da əslində insandan bir neçə bacarıq tələb eləyir. Məsələn, məqsədi qoymaq üçün insan yaxşı düşünməlidir ki, mən nə istəyirəm? Mən harda olmalıyam? Bax, məqsəd bu deməkdir. Üstəgəl, insan özünə nə lap asan, nə də ki, lap çətin məqsəd qoymamalıdır. Çünki hər ikisi mənasızdır. Əgər mən özüm üçün lap asan məqsəd müəyyən edərəmsə, heç buna çalışmadan, heç bir təşəbbüs göstərmədən də buna nail ola bilərəm. Axı bu məni inkişaf etdirməyəcək. Və yaxud lap çətin, mümkünsüz bir məqsəd qoyuramsa, mən nə qədər çalışsam da bunun öhdəsindən gələ bilməyəcəm. Çünki bu real deyil. Yəni fantastik məqsədlər qoymaqdansa, real, düzgün məqsəd qoymaq lazımdır ki, həqiqətən mən çalışaraq buna gedib çata bilim. Yəni məqsəd normadan bir qədər çətin olmalıdır ki, mənə motivasiya versin, məni gücləndirsin, məni inkişaf etdirsin. Amma lap fantastik dərəcədə çətin qoymaq artıq səhv strategiya olacaq. Müəllimlər, məqsədi qoyduqdan sonra planlaşdırma komponenti gəlir. Çünki məqsədimizə çatmaq üçün işlər görmək lazımdır. Onun planlanmasından çox şey asılıdır. Çünki qoyduğum məqsədə uyğun hərəkətlər etmərəmsə, işlərimi bu cür planlamaramsa,
qoyduğum məqsədə də gedib çata bilmirəm. Yəni plan birbaşa bizim məqsədimizdən asılıdır ki, qoyduğum məqsədə necə irəliləyə bilərəm? Özümə necə strategiya seçə bilərəm? Baxın, normalda metakognitiv bacarıqlar deyəndə insanın strateji biliyi önə çəkilir ki, öyrənməyin yolu, uğur qazanmağın yolu. Bax, bu əsasən bizim planımızdan asılı olacaq ki, mən neyləyim, necə eləyim, planım necə olsun, hansı strategiyalardan öyrənim və s. Məsələn, plan həmişə bizi məqsədimizə, qoyduğumuz o motivasiyamıza çatdıran bir şeydir. Nümunə də göstərə bilərik. Tutaq ki, əgər biz imtahandan uğurla keçmək istəyiriksə, amma bütün gün hardasa gəziriksə, nə bilim, oyun oynayırıqsa, bu axı bizim məqsədimizə aparmır. Planımız düzgün deyil. Qoyduğumuz məqsədə çatmaq üçün uyğun strategiyalardan istifadə etməliyik. Çünki axı biz bilirik, özünü monitorinqdə özümüzü analiz etmişik biz ki, biz necə öyrənirik, biz nəyi bilirik, nəyi bilmirik. Bax, indi planımda bundan istifadə edəcəm mən. Bir də var, emosional tənzimləmə. Bu da özünü tənzimləmə bacarıqlarına aid bir komponentdir. Yadda saxlayın, insan məqsəd qoyursa, o məqsəd uğrunda çalışırsa, burada emosiyalarımızın, emosional gücümüzün, hisslərimizin rolu danılmazdır. Çünki emosiyalarımızı düzgün idarə edə bilməyəndə biz özümüzü tənzimləyə də bilmirik. İnsan emosional cəhətdən güclü olmalıdır, emosiyalarını düzgün idarə edə bilməlidir ki, bəli, qoyduğu məqsədə irəliləyə bilsin, həmin məqsəd uğrunda dəyişikliklər edə bilsin. Məsələn, biz bəzən emosiyalarımızı idarə etməyə bacarmırıq. Məsələn də tutaq ki, kimsə əsəbləşir, telefonu çırpır, telefonu bərk qoyur yerə və yaxud qapını çırpıb gedir. Amma fərqində deyil ki, o bunu niyə eləyir? Bax, emosional tənzimləmə bizə buna görə lazımdır ki, biz artıq özünü monitorinqdə nəyə sahib olduğumuzu, olmadığımızı, necə öyrəndiyimizi hamısını ortaya çıxarmışıq. İndi bunları dəyişmək üçün bizim emosional gücə də ehtiyacımız var, emosional tənzimləməyə də gücümüz var. Və növbəti komponentlərdən biri uyğunlaşmadır. Uyğunlaşma isə biz rəylər topladıq, biz plan qurduq, məqsəd qoyduq. Bax, burada hər zaman şərtlər dəyişir müəllimlər. Biz də bu dəyişən şərtlərə, dəyişəcəyimiz işlərə uyğun özümüzü uyğunlaşdırırıqsa, buna hazırlayırıqsa, bax, bu uyğunlaşma komponentidir. Yəni, biz məqsəd qoyduqsa, məcbur dəyişməliyik, buna uyğun çalışmalıyıq. Planlaşdırma varsa, bir plan var, onun əsasında hərəkət var. Emosional tənzimləmə varsa, emosiyalarımızı düzəltmək üçün, bundan düzgün şəkildə istifadə etmək üçün uyğunlaşma bacarığımız olmalıdır. Çevik şəkildə hər şeyə uyğunlaşmaq. Bax, bu bacarıq özünü tənzimləmənin əsas komponentlərindən biri olacaq. Nəinki bu şagird üçündür, həm də özümüz üçün bundan istifadə edə bilərik. Həqiqətən də, əgər özümüzü düzgün monitorinq etmişiksə, indi isə bunu tətbiq etməyə zamanıdır. Bunun üçün də qarşımıza məqsəd qoyuruq, başa düşürük ki, məqsəd uğrunda çalışmaq üçün motivasiyalı, güclü olmaq lazımdır. Ona görə buna uyğun plan cızırıq, özümüzü emosional cəhətdən də ələ alırıq və zamana, şərtlərə uyğun dəyişə bilirik. Bu da bizim uyğunlaşma bacarığımız olacaq. Sonda isə özünü qiymətləndirmə gəlir. Bilirsiniz də, hər bir işi görəndən sonra onu qiymətləndirmək lazımdır. Ona görə axırda üçüncü bacarıq toplusu kimi özünü qiymətləndirmə verilib. Çünki biz artıq özünü tənzimləmədə işlərimizi gördük, fəaliyyətimizi yerinə yetirdik. Həm özümüzü tənzimlədik, həm emosiyalarımızı, məqsəd qoyduq, ona uyğun planlar cızdıq, ona uyğun çalışdıq, yəni uyğunlaşdırmağa çalışdıq özümüzü. Bəs bunu nə dərəcədə elədik? Ümumiyyətlə uğurlu mu olduq, uğursuz mu olduq? Məqsədimizə nə dərəcədə nail olduq? Nə öyrəndik, nələr öyrənə bilmədik? Bax, bu isə hər biri özünü qiymətləndirmədə ortaya çıxar. Özünü qiymətləndirmə, öz fəaliyyətini mühakimə etmək və yaxud özünü refleksiya etmək deməkdir. Ona görə bir işi gördükdən sonra insan etibarlı meyarlarla özünü obyektiv şəkildə dəyərləndirməyə bacarmalıdır. Bunu da şagirdlərimizə izah etmək olar. Məsələn, insan özünü qiymətləndirmədə çalışmalıdır ki, özünə qarşı obyektiv yanaşsın, ədalətli yanaşsın. Kimsə özünə yalandan bir süni şəkildə
güclü rəy verməklə, yüksək rəy verməklə uğura imza atmış olmur. Əksinə, şagird bunun mahiyyətini başa düşməsi üçün, mahiyyətini anlaması üçün başa salmaq lazımdır ki, bax bizim məqsədimiz sənin bu çatışmazlıqlarını, mənfi cəhətlərini inkişaf elətdirməkdir və yaxud potensialını ortaya çıxarıb onu daha inkişaf etdirməkdir. Bunun üçün sən özünə obyektiv və etibarlı yanaşmalısan. Düzgün meyarlar qoyulmalıdır və o meyarlar əsasında sən öz işini, öz fəaliyyətini mühakimə etməlisən ki, mən düzgün etdimmi? Məsələn də mən məqsəd qoydum, məqsədi də doğru seçdim, planımı da düzgün qurdum, amma gəl ki, emosiyalarımı düzgün idarə edə bilmədim deyə o məqsədə də nail ola bilmədim. Bax görürsüz, sadəcə emosiyalarımı səhv idarə etməyim məni məqsədimdən uzaqlaşdıracaq. Ona görə özünü qiymətləndirmədə çalışmalıyıq ki, etibarlı meyarlarla gördüyümüz işi hər tərəfli mühakimə etməyə çalışaq ki, və nəticədə başa düşək, məqsədimizə nə dərəcədə nail olduq, ümumiyyətlə nələr öyrəndik, nələri dəyişə bildik. Bunun da ən gözəl yolu refleksiya etməkdir müəllimlər. Növbəti komponent budur. Çünki insan refleksiya edəndə nə öyrəndim, necə öyrəndim və yaxud çatışmazlıqlarım nələr oldu, nələrin üzərində təkrar işləməliyəm. Bax, bütün bu düşüncələr bizim refleksiya bacarıqlarımıza aiddir. Ümumiyyətlə, insan hər bir şey öyrənəndə, hər dəfə öyrənmə prosesindən keçdikdə ən axırda refleksiya etməlidir. Düşünməlidir öz haqqında, qeydlər aparmalıdır ki, mən nələri bacardım, nəyi bacarmadım, nə məndə alınır, nə alınmır. Çünki prosesin əvvəlində özünü monitorinqdə nəyi bilib bilmədiyimi mən qeyd eləmişdim. İndi isə mən o bilmədiklərimi öyrənə bildimmi, bax bunu refleksiya etməliyəm. Ümumiyyətlə insan hər bir işin sonunda refleksiya etməlidir. İstər bu fiziki iş olsun, istər idraki bir proses olsun, İstər-istəməz fiziki işin sonunda da biz refleksiya etmiş oluruq. Məsələn, bir şəkil çəkirəm, könlümə şəkil çəkmək düşüb. Şəkili çəkəndən sonra refleksiya edirəm də, görüm mən bunu alındırdımmı, necə çəkmişəm. Bax, bu refleksiyadır onsuz da. Yəni, istər fiziki iş ən əsasda idraki proseslərdən sonra, idraki fəaliyyətlərdən sonra refleksiya mütləqdir. Ən axırda insan özünü, öz bacarıqlarını, öz fəaliyyətini təhlil edə bilməlidir. Və bu da insanın özünə tənqidi yanaşmasıdır. Yadda saxlayın ki, insanda metakognitiv bacarıqlar formalaşdırılırsa, bu həm də tənqidi düşüncənin formalaşmasına kömək olur. Çünki tənqidi təfəkkür düzgün düşünməkdir, rasional düşüncəkdir. Tənqidi təfəkkürlü insan emosiyalarını da ələ ala bilir, onları düzgün tənzimləyə də bilir, üstəgəl məqsəd qoyur, o məqsədə uyğun çalışır. Bunların tərkibləri eynidir demək olar. Əgər mən şagirddə metakognitiv bacarıqları formalaşdırıramsa, bu onun tənqidi düşüncə bacarıqlarını da inkişaf elətdirmiş olur. Bu mövzuda əlavə çətin bir şey yoxdur müəllimlər, yəni sürpriz bir terminlər, sürpriz bir anlayışlar sizi gözləmir. Əsas odur ki, metakognitiv bacarığın nə olduğunu bilin. Baxın, insan metakognitiv bacarıqlar sayəsində öyrənməyin yolunu tapır həmişə. Mən necə öyrənirəm? Tutaq ki, insan var ki, öyrənmədən qabaq həmişə əvvəlki biliklərini təkrar edir. Çünki təkrar eləməsə, o əlaqəni qura bilmir. Bir şagird başa düşür ki, mən mütləq birinci əvvəlki mövzuları təkrar eləməliyəm, sonra yeni mövzuya başlamalıyam. Bax, bu onun strategiyasıdır. O özünə uyğun düşünür. Bu o demək deyil ki, biz hər birimiz belə etməliyik. Bu onun özünə uyğun bir strategiya olduğu üçün onun metakognitiv bacarığı var deməkdir. Və yaxud bir idmançı düşünün, o çempion olduqdan sonra, medal qazandıqdan sonra jurnalistlər həmişə ona sual verirlər, müsahibə alırlar ki, necə oldu siz bu uğuru əldə etdiniz? İdmançı da həmişə fəaliyyətləri haqqında danışır da, bizə deyir ki, məsələn, mən bu qədər məşq edirdim, daha sonra yediyim qidalara, yuxu rejimimə önəm verirdim. Bax, bu onun metakognitiv bacarıqlarının olduğunu göstərir. Və yaxud başqa bir nümunəyə baxa bilərik. Hər hansısa bir abituriyent yüksək bal toplayırsa, tutaq ki, maksimum bal əldə edib 700 balı toplayıb. İndi hər hansısa bir jurnalist ondan soruşanda ki, sən bunu necə etdin, bu uğuru necə əldə etdin, necə öyrənirsən? O isə başlayır bizə bütün bu idraki proseslərindən danışmağa ki, mən məsələn də riyaziyyata bu qədər vaxt sərf edirdim,
Azərbaycan dilinə bu qədər vaxt sərf edirdim, dərsimi mənə rahat olan mühitdə oxuyurdum və s. Bax, metakognitiv bacarıqlar sayəsində insan bu nailiyyətlərə çata bilir. Qoyduğun məqsədə çata bilirsən, sən davranışlarını tənzimləyirsən, emosiyalarını tənzimləyirsən, ən əsası da özündən xəbərdar olursan. Öz hissləri haqqında düşünən insan metakognitiv bacarıqlara sahibdir. Komponentləri bir daha təkrar edə bilərik. Metakognitivliyi insanda formalaşdırmaq üçün əsasən 3 bacarıq bizə lazımdır. Özümüzü monitorinq edə bilmək, özümüzü buna uyğun tənzimləmək və ən sonda özümüzü qiymətləndirmək. Bunun üçün də hər bir bacarığın ayrıca komponentləri olacaq. İnsanın özünü monitorinq edə bilməsi üçün müşahidə bacarığı olmalıdır, özündən agah olmalıdır və onu tanıyan, onu kənardan izləyə bilən insanlardan rəy toplamalıydı. Daha sonra bu əldə etdiyimiz informasiyalar sayəsində özümü tənzimləməyə gəlirəm. Burada isə əsas məsələ məqsədin düzgün qoyulması, ona uyğun planlaşdırma, emosional tənzimləmə və buna uyğunlaşma prosesi. Bax, əsas məsələ bütün dəyişiklik özünü tənzimləmədə olacaq. Demək olar ki, hər şey burada baş verir. Özünü monitorinq giriş hissədir, özünü qiymətləndirmə də çıxışdır. Əsas işin gedişatı, edəcəyin fəaliyyətlər bax buradadır, özünü tənzimləmədə. Və ən sonda özünü qiymətləndirmə və refleksiya. Bunların sayəsində siz bilirsiniz ki, nə dərəcədə uğur qazandınız, məqsədinizə çatdınızmı, çatmadınızmı və s. Müəllimlər, indi isə gəlin bu mövzu haqqında bir neçə test tapşırığına baxaq, görək biz bugün bu videodan bir şeylər öyrənə bildikmi? Məsələn, belə bir test tapşırığımız var. Ayxan öz inkişafı və ümumi mədəniyyət ölçüləri ilə bağlı tutduğu gündəlikləri nəzərdən keçirir və yeni yanaşmalar ortaya qoyur. Bundan əlavə o, özü üçün meyar hesab etdiyi təcrübəli şəxslərin fikirlərini öz fikirləri ilə müqayisə edərək çatışmazlıq və səhvlərini dilə gətirməyə, onları düzəltməyə çalışır. Burada söhbət metakognitiv bacarıqların hansı komponentindən gedəcək. Görürük ki, burada əsas məqsəd nədir? Əsas məqsəd yeni yanaşmaların ortaya qoyulmasıdır. Artıq informasiyanı toplamışıq. Biz fikirləri əldə eləmişik. Özümüz haqqında bilirik, çatışmazlığımız nədir, səhvimiz nədir. Məsələ indi onları düzəltməkdir. Baxın, onları düzəltməyə, yəni tənzimləməyə çalışır. Biz burada özünü tənzimləmə götürməliyik. Baxın, bu B bəndində, bir də C bəndində verilib. Amma birində uyğunlaşmadır, birində emosional tənzimləmədir. Burada da emosiyalardan söhbət getmədiyinə görə uyğunlaşmadır. Çünki mən informasiya toplamışam, qeydlər də aparmışam. İndi isə mən səhvlərimi düzəltməyə çalışıram, planıma uyğunlaşmağa çalışıram. Ona görə cavabımız B bəndi özünü tənzimləmə və onun uyğunlaşma komponenti olacaq. Sözləri tutuştursanız rahat cavab əldə edə bilərsiniz. Məsələn, 4-cü suala baxırıq. Verilmiş mühakimələrdən hansı şagirddə metakognitiv bacarıqların inkişafını təşviq edəcək? A bəndi, yoldaşlarınla müzakirə edərkən onların diskusiyada iştirakını, onların inkişafında nə kimi rola malik olduğunu dəyərləndir. Baxın müəllimlər, mən indi yoldaşlarımın davranışını mühakimə edirəm. Onu dəyərləndirirəm. Bu mənim öz davranışım deyil ki, niyə metakognitiv olsun? A bəndini kənara atırıq. Müəllimin təqdim etdiyi təlimatlara əsasən mətndə verilmiş sözləri qruplaşdırıram. Kimin təlimatı ilə? Müəllimin təlimatı ilə. O deyir, mən də olduğu kimi eləyirəm. Bəs mənim planım, mənim strategiyam, özümə uyğun strategiya seçməmişəm axı. Deməli, bu da metakognitiv deyil. Şagird mövzunu daha dərindən araşdırmaq üçün etibarlı mənbələri müəyyənləşdirir və vacib amillərin qeydiyyatına aparır. Müəllimlər, bax burada isə mövzunu daha dərindən araşdırmaq üçün etibarlı mənbələrə yönəlmək. Bu sadəcə etibarlı mənbədən informasiya toplamaq bacarığıdır. Ona görə bunu da kənara atırıq. D bəndinə baxsaq, şagirdlər verilmiş mətnin xüsusiyyətlərini əvvəlcə fərdi şəkildə, daha sonra isə cütlər şəklində araşdırırlar. Bu da prosesin gedişatıdır da. Yəni mənim özümə uyğun strategiyadır deyə bilmərik. Baxın, fərdi şəkildə araşdırırlar, bir yerdə, qrup halında, sonra da cütlər şəklində. Bu hər kəsin elədiyi bir şeydir. Tək mənim elədiyim bir şey deyil.
Amma Y bəndinə baxsaz, şagird mövqeyini və bacarıqlarını obyektiv şəkildə dəyərləndirmək üçün öz fəaliyyəti ilə bağlı qeydlər aparır. Buna əsasən də həll edici nüansları müəyyənləşdirir. Bəli, gördünüz, bu variant artıq digərlərini üstələdi. Çünki mənim burada apardığım qeydlər bayaqki variantlardakı kimi hər hansısa bir tapşırıqla bağlı deyil. Özüm haqqımdadır. Mən öz işimin qeydini aparıram ki, mən nə işlər görürəm və həlledici nüanslar hansılardır. Birbaşa özümə aid olduğu üçün Y bəndini doğru götürürük. Daha sonra baxmanızı istədiyim bir neçə sual tipi var. Məsələn, baxa bilərik. Bax bu suala. Burada deyir ki, sinifdə Nurlan ilə Fərid arasında konflikt yaranır. Dərsdən sonra müəllim münaqişəni həll etmək üçün onların təklikdə danışaraq məsələni həll etmələrinə şərait yaradır. Onlarla birgə söhbətlər edərək bir-birlərinin duyğu və düşüncələrini dərk etməyə və qarşı tərəfin mövqeyini dəyərləndirməyə yardım edir. Müəllim bu addımı atmaqla yaranmış konfliktin həlli strategiyalarını müəyyən etməyə imkan yaradır. Verilmiş situasiyada müəllimin məqsədini müəyyən edir. Bax, biz görürük ki, konflikt var və müəllim istəyir ki, onlarla təklikdə ayrı-ayrılıqda danışsın və bu problemi həll etsin. Şagirdlərlə birgə söhbət edir, onların duyğu düşüncələrini istəyir ki, bir-birlərinə dərk etsin və hərə burada qarşı tərəfin mövqeyini dəyərləndirmiş olsun. Məsələn, A bəndi. Müəllimin göstərdiyi yanaşma şagirdlərin idraki fəaliyyətlərindən xəbərdar olma bacarıqlarını inkişaf etdirir. Baxın, burada demirik ki, biz gördüyümüz işləri məsələn dəyərləndirək, yəni əsasən idraki fəaliyyətlərindən xəbərdar olmaq deyilir. Yəni burada özünün monitorinq kimi ilkin anlayışlardan söhbət getmir. Müəllimin məqsədi burada nə ola bilər? Onlar bir-birlərinə qarşı diqqətlə davransınlar, bir-birlərinə konflikt yaranmasın və yaxud bu konflikt varsa bunu həll edək. Yəni görürsünüz, əsasən özünü tənzimləmə burada daha yüksək olmalıdır. Bizim cavabımız da özünü tənzimləməni daşımalıdır özündə. Məsələn, B bəndi müəllim şagirdlərdə tənqidi düşünmə bacarığını inkişaf etdirir ki, uşaqlar konfliktə girən zaman arqumentlərdən məharətlə istifadə etsinlər. Xeyr, ümumiyyətlə konflikt yaranmasın, bizə bu lazımdır. C bəndi müəllimin atdığı addım siniflə bağlı qoyulan qayda və prosedurlara əməl etməyən şagirdlərə cəza metodu tətbiq etməkdir. Xeyr, bu sualda məqsədimiz cəza qoymaq deyil ki. D bəndi müəllim şagirdlərdə empatiya bacarıqlarını inkişaf etdirmək və bir-birlərinə hörmətlə yanaşmaları üçün milli kimlik hissini aşılamağa çalışır. Milli kimlik hissi burada bizim məqsədimiz deyil. Ona görə D bəndi səhv olacaq, amma Y bəndi doğrudur. Müəllim şagirdlərə metakognitiv düşünmə, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirərək özünə nəzarət və özünü tənzimləmə bacarıqlarını gücləndirir. Gördünüzmü? Yəni tapşırığı oxuyan kimi bizə məlum olur, şagird hələ özü haqqında informasiya toplamalıdır, özünü qiymətləndirməlidir, yoxsa özünü tənzimləməlidir. Prosesə indi başlayırsa, özünü indi analiz edirsə, özünü monitorinqdir. Amma nə isə dəyişirsə, nə isə düzəltməlidirsə, özünü tənzimləmədir. Özünü qiymətləndirməksə ən sonda olacaq. Artıq iş bitib, fəaliyyət yekunlaşıb, indi özünü dəyərləndirir. Y bəndi məhz metakognitivin özünə nəzarət, özünü tənzimləməsini özündən daşıdığı üçün Y variantı doğru cavab olacaq. Daha sonra belə bir sualımız var. Hansı fikir şagirddə metakognitiv bacarıqların inkişafı üçün yanlış sayılır? Oxuyub anlama dərslərindən sonra şagird nə qədər inkişaf etdiyini və hansı hissələrdə zəif olduğunu müəyyənləşdirir. Bəli, baxın, artıq mən özümün harda əziyyət çəkdiyimi, zəif olduğum cəhətləri tapıramsa, bu metakognitiv olmalıdır. Başqa burada variant yoxdur. B variantı. Şagirdin verilmiş təlimatlar üzrə tapşırıqları yerinə yetirməsi onun metakognitiv bacarıqlarının formalaşdırılmasını təmin edir. Səhv olan budur. Çünki bunu təlimatlar əsasında eləyir. Axı özünə uyğun strategiya seçmir. Bu necə metakognitiv ola bilər? Səhv olan B variantı olacaq. C bəndi isə doğrudur. Şagird hansı bölmələrdə çətinlik çəkdiyini müəllimin vasitəsilə
kömək edir, müəyyən edir. Müəllimin vasitəsilə də olsa, çətinlik çəkdiyi məqamdan söhbət gedir də. Ona görə burada bir istiqamət var. Bu şagirddə formalaşdırır metakognitiv bacarıqları. Deyibəndir, müəllimin verdiyi yazı tapşırığını yazarkən bəzi hissələrdə əziyyət çəkdiyini bilir və yazdığı yazı ilə bağlı yoldaşından rəy alır. Görürsüz, rəy də alır, üstəgəl mənfi olan məqamı çatışmazlığı da bilir. Y bəndində isə hər bir şagird ilk qoyduğu hədəfə necə çatdığını və bunun üçün hansı strategiyalardan istifadə etdiyi haqqında məlumat verməlidir. Bəli, hədəf qoyur, buna necə çatıb planından danışır. Bax, hər birində metakognitiv fəaliyyətlər var, amma B bəndində yoxdur. Çünki müəllimin verdiyi təlimatlarla bu işi görürəm mən. Növbəti sualımız, aşağıdakılardan hansı fikir şagirddə metakognitiv bacarıqların inkişafı üçün yanlış sayılır? Şagird öz öyrənmə prosesini planlaşdırır, izləyir və nəticəsini qiymətləndirir. Doğrudur, plan var, müşahidə var, sonda qiymətləndirmə də var, metakognitivdir. Şagird tapşırığı yerinə yetirərkən yalnız müəllimin dediklərini təkrarlayır və əlavə düşünmə aparmır. Bax, yalnız müəllimin dediyi ilə özümə uyğun strategiya seçə bilmirəm. Bu metakognitiv deyil. Yenə cavab B bəndidir. Şagird çətinliklərlə qarşılaşdıqda özünü istifadə etdiyi strategiyaları dəyişməyi düşünür. Bax, tənzimləyir də, planını, strategiyasını dəyişir. D bəndi, şagird öyrənmə zamanı hiss etdiyi çətinlikləri müəyyən edir, onları aradan qaldırmaq üçün yollar axtarır, bu da metakognitivdir. Şagird öyrənmə zamanı məqsədlərinə çatıb-çatmadığını daim yoxlayır və lazım olan düzəlişlər edir. Bu da doğrudur. Məqsədə çatıb-çatmayıb onu mühakimə edir, bir də lazımi düzəlişlər. Bax belə müəllimlər, yəni siz bu mövzuda daha çox bu tipli suallara rast gələcəksiniz ki, əgər şagirdin metakognitiv bacarığı varsa, özü haqqında, fəaliyyəti haqqında həmişə qeydlər aparacaq. Bu qeydlərdən özünü tənzimləmək üçün istifadə edəcək, planını, strategiyasını cızacaq, məqsəd qoyacaq və ən axırda da refleksiya edəcək, öz işini dəyərləndirəcək. Amma nə vaxt ki, öz fəaliyyətimi deyil, başqalarının, yoldaşların fəaliyyətini qiymətləndirirəm və yaxud ancaq müəllimin dediyi işləri görürəm, bunlar məndə metakognitiv bacarıqlar formalaşdırmayacaq. Bax, testdə ən çox düşən məqamlardan biri budur. Bir də komponentlər nədən formalaşır, bunları bilin. Məsələn, emosional tənzimləmə deyəndə nəyi nəzərdə tuturuq? İnsanın emosiyalarını düzgün idarə edə bilməsi. Və yaxud məqsədi qoymaq deyəndə nəyi nəzərdə tuturuq? Məqsədin düzgün qoyulması. Mümkünsüz, fantastik bir məqsəd qoymamaq. Lap asan, belə mənim üçün lap asan olan bir məqsədin qoyulmaması. Çünki ona da heç bir əziyyət çəkmirəm, heç bir öyrənmə baş vermir, elə anındaca ona sahib olmuş oluram. Bax, bunların hamısını bilmək üçün sadəcə siz də qeydlər götürün, dediyim açar sözləri qeyd edin və testlərdə necə cavab tapmaq lazımdırsa, bu haqda da ipucu verdim sizə. Metakognitivdən daha çox belə suallar düşür ki, aşağıdakılardan hansı inkişaf etdirir, hansı inkişaf etdirmir. Bunun üçün də əsasən özümüzə yönələnləri seçməliyik. Əgər mən bir başqa yoldaşın işini dəyərləndirirəmsə, bu tənqidi düşüncə olsa belə metakognitiv deyil, çünki özümə uyğun deyil. Əgər bu işdə metakognitivlik varsa, unutmayın, həmişə öz hisslərimlə, öz davranışımla, öz bacarıqlarıma aid olmalıdır. Bu günlük bu qədər. Əgər siz də ödənişli dərslərimizdən yararlanmaq istəyirsinizsə, 055 527 2599 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videomuzu bəyənin, paylaşın, bizə dəstək olun ki, biz də növbəti dəfə sizin üçün belə maraqlı mövzular, izahı, test sualları paylaşaq.